Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Talabı Qışlaq kənd İnzibati Ərazi İdarəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun idarə müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Qəbul zamanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələri, abadlıq quruculuq işləri və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib, onların operativ həlli məqsədi ilə aidiyyatı şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilib. Dağların başında hər evə bir qaz verilir. Bizim aşağı kənddə qaz var. Oradan bizim kəndə qaz gəlməyin heç bir problemi yox. Sizə söz verəm, buradan qayıdandan sonra biz indi bir kənd təsərrüfatı obyekti ona dəyib, ondan qayıdandan sonra çalışır bir Nazirəqazın rəhbəri ilə özüm şəxsən danışacağım. İnşallah, çox sağ olun. Qəbuldan əvvəl rayon rəhbəri aidiyyatı şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilən Şəhidlər Xatirə kompleksini və Talabı Qışlaq Kənd Tam Orta Məktəbinin girişində qoyulmuş 1-ci Qarabağ müharibəsi şəhidi Firuz Heybətovun büstünü ziyarət edib, önünə gül dəstələri düzüb. Sahib Məmmədli Elçin, Şuşalı Qafqaz TV üçün.